Salam, hər vaxtınız xeyir olsun. Deməli, bu gün də müəllimlərin işə qəbulu və sertifikasiya imtahanına düşə biləcək tipdə suallarla qarşınızdayam. İlk sualımızla gəlin başlayaq. Getdik. Deməli, ilk sualımız belədir. 25-dən 75-ə kimi 9-a bölündükdə qalıqda və qismətdə eyni ədəd alınan bütün ədədlərin cəmini 19-a böldükdə qalıq neçə olar? Gəlin birinci belə bir qayda deyim sizə. Əgər burada 9-a böldükdə, 7-yə böldükdə, 10-a böldükdə bu tipli sözlər gördünüzsə, bu həmin bu ədəddən, yəni 9-dursa, ondan bir vahid çox ədəddən ilk ədədimiz başlayır. Necə ki? Yazırıq. Məsələn, 9-a böldükdə deyirsə, ilk ədədimiz 10-dur ki, bu həmin bu 10-u 9-a böləndə həm qalığı və həm də qisməti eyni ədəd alınır. Əgər yoxlasaq, bax 10-u 9-a bölsəm, natamam qismət də 1-dir, qalıq da 1-dir. Yəni ki, qalığı və qisməti və qalığı eyni ədədlərdir. Növbəti ədəd olacaq onun 2 qatı, yəni 20. Ondan sonraki 20-nin 2 qatı, yəni 30, sonraki 40, sonraki 50, isbatını eləyəcəm bunun. Sonraki 60, 70. Niyə 80 yazmadım? Çünki 75-ə qədər deyir də, niyə 80 yazım ki? Buradan 10 və 20-ni çıxmaq istəyirəm. Çünki 25-dən başladır. Mən də 25 olmadığına görə 30-dan başlamalıyam. Onun üçün bax bu 10 və 20-ni çıxıram. Yerdə qalan 1, 2, 3, 4, 5 dənə ədədi toplayacaq və 19-a böləcək. Görək qalıqda neçə alınır. Niyə hər birinin 2 qatını yazdım? Gəlin isbat eləyək. Məsələn, deyirəm ki, 20-ni, bax, ikinci ədədi yazıram. 20-ni 9-a böləndə natamam qismət 2 qalır, qalıqda da 2 qalır. 2 9 18, qalıqda 2. Həmçinin 30-u 9-a böləndə natamam qismətdə 3 qalır, qalıqda da 3 qalır. Gördüyünüz kimi hər birini 9-a böldükdə natamam və qisməti eyni alınan bütün ədədləri mən bura yazmışam. 75-ə qədər. Burada məsələn ixtiyari bir ədəd deyir. Ola bilər ki, dəyişsin 100 olsun, ola bilər dəyişsin 50 olsun. Yəni sən 50-yə qədər olan bütün ədədləri yazırsan, natamam və qisməti, qalığı eyni olan bütün ədədləri yazırsan, ondan sonra çıxdaş eləyə bilərsən. Niyə mən 10-dan 20-ni çıxdım? Dediyim kimi məndə 25-dən deyir başda. 25 və 75 aralığında olan natamam qisməti və qalığı eyni olan ədədləri istəyir. Nəysə, çox danışmayım. Dediyim kimi, həmin bu ədədləri, bütün ədədlərin cəmini istəyir. Yəni, 30 və 40 topladım, elədi 70, üstünə 50, 120, üstünə 60, elədi 180, üstünə 70, 250. Bu 250-ni deyir 19-a böl görüm qalıq neçə alınacaq. Gəlin bölək. 19-a bölək. 25-in içində 19 bir dəfə. 15-dən 9 çıxdım 6, 0-ı gətirdim. 60-ın içində 19, 3 dəfə ola bilər. 3 9-un 27 2 yadda, 3 1-in 3, 2 yadda 5. Yəni 60-dan 57 çıxdım, 3 qaldı. Yəni bu 3 olan mənim qalığımdır. Yəni mənim sualımın cavabıdır 3 olan. Deməli, doğru cavabımız D variantıdır. Bax bu, D variantı. İkinci sualla davam edirik. Qapsu məsələsi. Qapsu məsələsində mənim məsləhət elədiyim üsul sistem tənliyi usuludur. Gəlin baxaq. Deyir, qabın 5-də 3 hissəsi dolu ikən 47 kiloqram. Deməli, qabın 5-də 3 hissəsi dolu olanda 47 kiloqram olur. Qabın çəkisi heç vaxt dəyişmir. Qab elə qab olaraq yazılır. Üzərinə gəlirəm. 5-də 3 su. Bunun da qabla 5-də 3 su mənə 47 kiloqram verir. Sonra gəlirəm. Deyir ki, 10-da 3 hissəsi boş ikən. Bax, burada boşu gördünüz. Ta götürüb qab üstə gəlinsin 5-də 3 su yazmırıq. Boşda axı 5-də 3. Bəs nə qədər doludur? 5-də, yox, 10-da 7 hissəsi doludur. 10-da 7 hissəsi doludur. Qab və 10-da 7 su mənə də verəcək 54 kiloqram. Tərəf-tərəfə çıxırıq. Çıxanda bunlar onsuz da heç nə qalmır. Yalnızca sular qalır. Mən də böyük aşağıda yazmışam. Ona görə aşağıdakından yuxarıdakiləri çıxıram. Dediyim kimi, 10-da 7-dən 5-də 3 çıxanda mənə verəcək 10-da 1. 10-da 1 su.
bərabərdir. 54-dən də 47 çıxanda verdi neçə? 7. İndi sadə bir tənlik. Yəni onda 1 hissəsi 7 olan ədədimiz hansıdır? Onda biri 7-dirsə hamısı su bərabərdir 70-ə bərabərdir. 70-i 1-ə bölüb 10-a vururuq. Doğru cavabımız 70 olacaq. B variantı. Növbəti sual tənlikdir. Tənliyi demişəm, sadə yolla necə yazmaq olar? Baxın, sondan önə doğru həll eləyə gedirəm. Amma həll edərkən bütün əməllərin əksini yazıram. Necə ki? Bax, burada 20-dirsə, bölüb 5-ə 20 alıb sən vuracaqsan. 20-ni vurdum 5-ə, elədi 100. 100-ün üstünə 20, 120. 120-ni 3-ə böldüm 40. 42-yə böldüm 20. 20-dən 1 çıxdım 19. 19 üstünə 5 gəldim 24. Tənliyim oldu belə. 12 vur x bərabər 24. Sadə bir tənlik. 12x 24 verirsə, onda x'imiz neçə verir? 2 verəcək. Doğru cavabımız B variantı. 4-cü sualla davam edək. 4-cü sualda deyir ki, düzbucaqlı şəklində olan iki qonşu həyətin birinin eni 25 metr, uzunluqları cəmi 255 metrdir. İki qonşu həyət var. Baxın, bu formada düşünün. İki qonşu həyəti. Belə deyək. İndi bu düzbucaqlıdır da mən elə çəkdim ki. Bax, məsələn, bu formada çəkək. İki qonşu həyət var. Birinin uzunluqları olan, hər birinin eni 25-dir. Hə, 25'dir. Bu da burada 25'dir. Çünki hər birinin eni aslında bu da 25'dir. Sonra uzunluqları cəmi 255'dir. Əgər uzunluqları cəmi biz yaş məsələsində necə idi? İki insanın yaşlarının cəmi deyəndə birinə x, birinə həmin o yaşdan çıxırdıq ikisini də. İndi burada da əgər uzunluqları cəmi 255'dirsə, onda birinə x yazıram, digərinə 255 çıxılsın x yazıram. Buradan da tənliyimizi qururuq. Bax, bu birinci həyətdir. Bura ikinci həyətdir. Deyir, birinci həyətin sahəsi ikincidən 625 kvadrat metr azdır. Deməli, bunların arasındakı sahə fərqi nə qədərdir? 625 metr kvadrat. Ona görə böyükdən kiçiyi çıxsam, yəni mənə 625 verməlidir. Böyük hansıdır? İkinci. 25 mötərizəni açıram. Sahəni necə tapırdıq? Enini uzunluğuna vuraraq. Bunun da uzunluğu 255 çıx x-dir. Eni də 25-dir. 25'i vururam 255 çıx x-ə. Sonra həmin bu böyüyün sahəsindən kiçiyin sahəsini çıxmaq üçün bunun da sahəsini tapıram. 25'i vururam x-ə, yazıram 25x bərabərdir 625. Gəlin baxaq. 25'i 255'ə vuraq. Elədi 6375. 6375'i yazdım. Sonra çıxıram. 25'i x-ə vurdum 25x. Yenə çıx 25x. Bərabərdir 625. Tərəf tərəfə çıxırıq. 6375'dən çıxıram 625'ini qalacaq 5750. 5750. Bərabərdir. Bunlar da bu tərəfə keçəndə artıq toplanmalıdır. Olur 50x. İndi bu 5750'ni də 50x'ə böləndə x də verir bizə 115. 115. Aparırıq, yerinə qoyuruq. Necə ki, məsələn, məndən ikincinin həyətin sahəsini istəyirsə, elə bu ikincinin yerinə qoyuram. 255'dən 115 çıxıram, qaldı 140. Və 140 uzunluğudur, eni isə 25'dir. 140'ı da 25'ə vuranda verəcək mənə 3500. Yəni cavabımız A variantıdır. Dediyim kimi, sahəni necə tapırdıqsa eyni qayda ilə yazdım. Sonda da ikincinin sahəsini istəyirdi. Apardım x-i qoydum ikincinin x-inin yerinə. 255'dən də çıxdım 115'ini 140 qaldı. 140 oldu mənim sahəmin, ikinci sahəmin uzunluğu. Eni isə 25 oldu. Bu sahəni də necə tapırdıq? Eninin uzunluğuna vurarıq. Eninin uzunluğuna vurdum. Oldu 3500 metr kvadrat cavab.
5-ci sualda saatla əlaqəli sualdır. Sertifikasiya imtahanında hər dəfə rastımıza çıxan suallardandır. 2 gün 17 saat 30 dəqiqədən çıxıram 1 gün 18 saat 20 dəqiqəni. Bax, saatı saatın altında, günü günün altında, dəqiqəni dəqiqənin altında yazarsaq, gördüyünüz kimi 30-dan 20 çıxa biləcəksən. 2 gündən 1 gün çıxa biləcəksən, amma 17-dən 18 çıxa bilməyəcəksən. Ona görə buradakı bu gün var. 2 günün 1 gününü alıb 17 saatın üzərinə gəlirəm. Burada qalır 1 gün. 17 saatın üzərinə gəldim 24 saat. Çünki bir günümüz 24 saatdır. Buradakı 2 günün 1 gününü aldım, bura verdim. Oldu 17 və 24, 41. 41 saat. Daha sonra dəqiqə ilə olduğu kimi qalır. 30 dəqiqə. Bundan çıxıram 1 gün 18 saat 20 dəqiqə. Gəl çıxaq. 30-dan 20 çıxdım. Elədi neçə? 10. 10 dəqiqə burada qalır. 41-dən 18 çıxdım. 11-dən 8 3. 3-dən 1-ə 2. 23 saat. Bir gündən də bir gün çıxdım. Yerdə heç nə qalmadı. Cavabım neçə oldu? 23 saat 10 dəqiqə. B variantı. 6-cı sualla davam edirik. Ananın yaşını qızın yaşına böldükdə natamam qismətdə 3, qalıqda da 3 alınır. Qızının 9 yaşı olarsa ananın 2 il sonraki yaşını hesablayın. Sertifikasiya tipli sualdır. Müqdə də qarşımıza çıxa bilər sadə sualların içərisində. Bu sual yaş məsələsi və qalıqlı bölmənin inteqrasiya olunmuş halıdır. Baxırıq, qızının 9 yaşı var. Biz qalıqlı bölmə əməlində nə demişdik? Bölünəni tapmaq üçün natamam qisməti bölünə vurub üzərinə qalığa gəlirdik. İndi burada bölünənin yerinə ananın yaşını yazıblar. Yəni ananın yaşına biz bir x desək, bölürəm qızının yaşına, qızının yaşını burada yazıb 9 yaş. Natamam qismətdə də 3 alınır, qalıqda da 3 alınır. İndi qaydamızı tətbiq edirik. Natamam qisməti bölənə vururuq. 3 9-un 27, yəni x bərabərdir. 3 9-un 27 üzərinə 3 gəldim 30. Bu mənim bu 30 tapdığım ananın indiki yaşıdır. Bax, indi ananın neçə yaşı var? 30 yaşı var. Amma məndən 2 il sonraki yaşını hesablayın deyir. 2 il sonra təbii ki, yaşın üzərinə 2 yaş gələcək olacaq 32. Cavabımız C variantı. 7-ci sualla davam edirik. Sürət məsələsinə uyğundur. Deməli, avtomobil 900 km məsafəni 9 saata getməli idi. Hansı sürətlə? Bax, belə bir yoldur. Bura 900 kilometrdir. Bu 900 kilometr yolu 9 saata gedir. Deməli, bunun sürəti 100'dür. 4 saat getdikdən sonra maşını xarab olur. Bax, 4 saata bu nə qədər yol getmiş olacaq? 400. Bax, bu hissə nədir? 400. Amma 4 saata yazıram bura. 1 saatda plus yolda təmir eləyir maşını. Getdi mi bizim 5 saat? Bəli. 5 saatımız getdi. Yerdə nə qədər qaldı? Ümumi 9 saatdır. 5 saata gedib 4 saata qalıb. Amma qalan yolu da 500 kilometrdir. Bu 500 kilometr yolu 4 saata hansı sürətlə gedəcək? 5-in içində 4 bir dəfə, 10-un içində 4 2 dəfə, 20-in içində 4 5 dəfə. 125 kilometr bölünsün saat sürətlə. Əvvəlki sürəti 100 idi. İndiki sürəti 125-dir. Nə qədər artırmış oldu? 25 kilometr saat artırmış oldu. B variantı. 8-ci sual. İmtahanda birinci gün tələbələrin 12-də 7 hissəsi. Bax, kəsr məsələlərinə uyğun sualdır. Rahat yolunu deyəcəm sizə. Yəni bu yoldan başqa sizə rahat inanın ki, yoxdur. Sondan önə doğru gedərək biz rahat yolunu tapa bilərik. Yəni ən sonda 98 tələbə iştirak etdi. Gəlin yazaq. İmtahanda birinci gün 12-də 7 hissə, yəni tələbələrin 12-də 7 hissəsi. 12-də 7 hissəsi nədir? Getdi. Nə qədər qaldı? 12-də 5 hissə. Bu getdi. Sonra ikinci gün qalan yolun 5-də 4 hissəsini. Yəni 5-dən 4'ü gedilib, nə qədər qalıb? 5-dən 1 hissəsi qalıb. Ən sonunda üçüncü gün 98 tələbə qalıb. Gəlin, ən sondan önə doğru hesablayaq gedək. 98, yəni 5'də 1 hissəsi 98 olan ədədi tapırıq. Nə edirik onda? 98'i 1'ə bölürük, 5'ə vururuq. 98
böl 1 vur 5. Neçə elədi? 98-i 5-ə vuranda 5 8-in 44 yadda, 5 9-un 45, 4 yadda 49. 490. İndi isə 12-də 5 hissəsi 490 olan ədədi tapırıq. Onun üçün 490-ı bölürəm 5-ə, vururam 12-yə. 490'ı 5'e böldüm. Bak burada elə yazılmışdı 98. 98'i də vurdum 12'ye. Verdi bizə 1176. Cavabımız B variantı. Bundan rahat yol inancı yoxdur. Bu yolla getməyiniz məsləhətdir. 9-cu sualda faiz məsələsinə uyğun sualdır. Sertifikasiyaya yox, ən çox miqə düşə bilər bu sual tipi. Bazardakı meyvələrdən gələn gəlir bahalaşmadan sonra dəyişdi. Bahalaşmadan sonra dəyişdi. Vurğunu düzgün qoymayla təmiz fərqli yerlərə gedir. Bahalaşmadan sonra dəyişdi. Bahalaşmadan sonra dəyişdi. Deməli 20%-nin qiyməti 30%, 35%-nin qiyməti 20%, qalanı isə 2 qat bahalaşdı. Məhsullardan gələn ümumi gəlir neçə faiz artmış oldu. Demişəm ki, faiz gördüyünüz 100'ü yazın bura. Düşünün ki 100 manat 100% eyni şeydir. 100'ü yazdıq bura. 20%'nin qiyməti, yəni 20 manatının qiyməti 30%. 20'nin 30%-i 6 eləyir. Bahalaşdı deyirsə üzərinə gəlirik olur 26. Daha sonra 35%'nin, yəni 35 manatının qiyməti 20%. 35'in də 20%-i tapmaq üçün 35'i 20'yə vurub 100'ə böləcəyik. Eləyəcək 35'i də 5'e böldüm 7. Bahalaşdı deyirsə, neynədim? Üzərinə gəldim. 35'in üzərinə 7 gəldim 42. Qalanı nə qədər qalıb? 20 buradadır. 35 buradadır. 55. 45'i qalıb. 45 manatı qalıb. 2 qat bahalaşdı. Yəni 45 idi oldu 90. İndi yuxarıdakiləri toplasam mənə 100 verəcək. Aşağıdakiləri toplasam 6 2. Nə oldu neçə? 8 2, 4, 6 üzərinə 9, 15, 158. Əvvəl 100 idi, sonra 158 oldu. Deməli, ortada 58% artım var imiş. Cavabımız D variantı. Sonuncu sual. Xalçanın biraz çətin tiplisini deyək biz buna. Söhbət 2 otaqdan və 2 xalçadan gedir. Bir də Nailə xaladan. Nailə xalam ölçüsü eyni olan 2 otaqlı evinə xalça almaq istəyir. Bax, şəklini çəkim. 2 otaqlı evdir. Bax, belə bir ev düşünün. Yan-yana da olar, nə bilim, baş-başa da olar, fərqi yoxdur. 2 otaqlı, amma ölçülər eynidir. Bunun üçün ona xalçanın və otağın sahəsi lazımdır. Nailə xala bazara çatıb uzunluğu 7 metr olan xalça alır. Bax, uzunluğu belə bir xalça alıb atacaq ortaya. Uzunluğu 7 metrdir. Deməli, bunun da 7 metrdir. 7. Nailə xala bazara çatıb uzunluğu 7 metr olan xalça alır. Otağın birinin eni isə 9 metrdir. Bura 9 isə normal, yəni ölçülər eynidirsə, burada 9-dur. Nailə xala hesablayanda aydın olur ki, xalça otağa hər tərəfdən 1,5 metr məsafədə qalacaq. Yəni, bax, bu hissədən də 1,5 qalacaq. Bu hissədən də, bu hissədən də, bu hissədən. Hər tərəfdən 3 metr balaca alıb da elə bir xalçanı. Deməli, otağın uzunluğu, yox, eni 9-dursa, xalçanın eni olacaq 9-dan 3 çıxacaq. Çünki 1,5, 1,2 dəfə 1,5 çıxıram, 3 çıxmış oluram 3 metr. Olacaq 6. Və xalçanın uzunluğu 7-dirsə, 1,5 buradandır, 1,5 yəni 3 metr. 7-nin üzərinə 3 gəldim, oldu 10. Otağın uzunluqları 10-dur, eni 9-dur. Xalçanın uzunluğu 7-dir, eni 6-dır. Qutardı, getdi. Başqa nə deyir? Verilənlərə əsasən 2 otağın sahələri cəmi, yəni sahələri cəmi idi 10 və 9. Eləyəcək sahəsi 90. 2 otaqdan söhbət gedirsə 180 yazıram. Sahələri cəmi ilə bir xalçanın sahəsini toplayıb, yəni bir xalça nədir? 6, 7, 42. Topladım. 2, 2, bir yadda, 2, 222. Boş qalan, bir otağın boş qalan hissəsinin, boş qalan hissəni necə tapırdıq? Ümumi sahədən xalçanın sahəsini çıxanda. Ümumi sahə 90-dır. Xalçanın sahəsi 42-dir. 6, 7, 42. Ondan 2, 8, 4, 48. Nə deyir bizə?
Ne deyir? 47, 6, 7, 42. Aha. 2 otağın sahələri cəmi ilə bir xalçanın sahəsini topladım. Boş qalan hissənin rəqəmləri cəminin hasilini hesablayın. Rəqəmləri cəmi 12-dir. Bunun da hasili, yəni vuracaq 12-yə bərabərdir. Nə yazaq? Deməli cavabımız olacaq burada. 22-ni vururam 12-yə. 2 üçün 4, 2 üçün 4. Yazıq bura üstə gəlsin. 1 üçün 2, 1 üçün 2, 1 üçün 2, 4, 6, 6, 2664. Cavabımız 2664'dür. Bu qədər əziz müəllimlər. Cavabımız 2664 A variantı. Növbəti sınaqlarda görüşənə qədər sağ olun.